Avropanın İsyan-WF modelinin yenilənmiş məlumatların təhlillərinə əsasən Avrasiya ərazisində artıq noyabr ayının sonlarına doğru atmosfer təzyiqində, xüsusən də Kiçik Asiya ərazisində atmosfer təzyiqində azalma gözlənilir. Bu da artıq Qafqaz regionunda da noyabr ayının sonlarında və dekabr ayının artıq ilk günlərindən başlayaraq hava şəraitinin dəyişilməsinə səbəb olacaq. Artıq noyabr ayının 29-u və 30-da Türkiyənin qərb rayonlarında artıq atmosfer təzyiqində azalma gözlənilir. Bu da soyuq nüvəli siklon sisteminin ərazidən keçməsi fonunda Türkiyənin şimal-qərb, qərb və eyni zamanda cənub-qərb, cənub-şərq rayonlarında yağıntıların leysan xarakterli intensiv güclü, dəniz səviyyəsindən 1200 metrdən yüksəkdə yerləşən ərazilərdə isə artıq yağışın sulu qara və qara keçməsi gözlənilir. Artıq dekabr ayının 1-i və 2-sində isə bu sistem tədricən Qafqaz regionuna yaxınlaşacaq. Lakin Rusiyanın qərbində, Qərbi Sibirdə, Ural dağları regionunda, Avropanın şərqində və Avropanın şimalında geniş ərazilərə əhatə edilməsi gözlənən geniş bir bloklanma, antisiklonik bloklanma gözlənilir. Ərazidə atmosfer təzyiqinin orta troposferdə artması, bu da xüsusən də Avropanın şimalından Qərbi Sibir ərazisinə qədər uzanan geniş bir antisiklonik sistemin aktiv olmasına səbəb olacaq. Bu sistem tədricən dekabr ayının 2-si və 3-də bir qədər də genişlənəcək və nəticədə Avropanın şərqində və Qərbi Sibirdə atmosfer təzyiqində artım, ərazidə soyuq havanın bloklanmasına səbəb olacaq. Lakin Qafqaz regionunda isə atmosfer təzyiqində azalma gözlənilir. Eyni zamanda Qara dənizdə və Aralıq dənizinin şərqindən daşınan rütubətli hava axınları artıq tədricən Xəzər dənizindəki yerli rütubətlə qarşılayacaq və şimaldan daxil olması gözlənilən soyuq havanı, yəni bu Qərbi Sibirdə və Qərbi Rusiyadakı soyuq antisiklonik sistemin, antisiklonin sağ qolunun Qafqazın cənubuna doğru soyuq havanı daşıması fonunda Qafqazın artıq cənubunda hava şəraitinin dekabr ayının birinci 10 günün sonlarına qədər olan müddət ərzində tez-tez dəyişilməsi, yağıntıların da intensivləşməsi ehtimalı var. Artıq dekabr ayının 7-si və 8-sində Qafqazın şimalından növbəti sistem keçəcək, növbəti lokal xarakterli, lakin intensiv ekstratropik siklon sisteminin keçməsi və Aralıq dənizində növbəti siklon sisteminin keçməsi fonunda Rusiyanın qərbindəki bu bloklanma artacaq, daha da intensivləşəcək və bu artıq bu antisiklonik sistemin sağ qolunun davamlı olaraq Qərbi Sibirdən, Rusiyanın qərbindən soyuq havanı Qafqaz regionuna daşınması və rütubətli hava axınlarının toqquşması fonunda dekabr ayının 8-si və 9-da Qafqazda yağıntıların yenidən intensivləşməsi ehtimalı var.